Herkese salam dostlar, kanalıma və yeni videoma xoş gəldiniz. Dostlarım, bugün elmas xərcləyirik. Bugün mən neçə vaxt istədiyim gəliş ifadəsini alırıq axır ki. Gördüyünüz kimi axırda da etkinliyin 41 saatı qalıbdı. Biz də yüklədik elması yavaş-yavaş həftəliklə 110 elmasla falan elə gəldi buralara kimi. İnşallah indi oyunumuzun ilk gəliş ifadəsini, yəni mənim özümün oyuna başlayanda ilk istədiyim gəliş ifadəni bugün alırıq. Getdik. Dostlar görürsünüz, həqiqətən çox xoşlandı, yəni ilk gəliş ifadəmdir. Xeyirli uğurlu olsun. Bir də sizə belə bir məlumat verəcəm. İlk öncə bir dənə gəliş ifadəsini yoxlayaq. Çox qəşəngdir. Bir də baxın. Həqiqətən süperdir. Burada kutularımız yığılır. Bunları ne vaxt açarıq. Çox qəşəngdir. Dostlar, mənim bir dənə gəliş ifadəsi var, xoşladım. Yəni oyunda 2 dənə xoşladığım gəliş ifadəsi var da. Bir dəqiqə onu tapmıyorum. Bax budur. İlk gələndə bu elmas basmışdım. Gəlib qalmışdı 699'da. Ondan sonra elmas basa bilməmişdim. Yəni gəliş ifadəsi falan almaq üçün tam 1500 elmasınız olmalıdır, yəni tam olmalı elmas. Mən bəxtsiz olduğuma görə. Buna baxın bir dənə. Neyse, gəliş ifadəsi. Bir də bildiğiniz kimi, yəqin ki bildiğiniz bir sizdə. Boya pas eğer atız, bundan əvvəlki də açmısınızsa 60% indirim düşüb 120 elmasa. Amma mənə da belə bir bəxt gəlibdi. Yəni belə bir bəxtim var, məndə şansım var. Burada bu 35 parçaya düşübdü. Məndə də 8 parça var. Bunu indi bu videoda açmayacağım. Çünki videomuzun sayı azdır kanalda. Neyse dostlarım, video nəsə yəni dayandı. Mən başım çıxmır, bu nədir belə. Video problem var. Videoda problem var. Videonun proqramında. Neyse dəyişdirəcəm onu. Vaxtım olmur. Neyse belə yaxşı boya pası. Mənim xoşuma gəldi. Əkizlər bürcünə aid boya pasdı. O temada gəlibdi. Yadınızdadırsa bundan bir iki boya pasdı əvvəl balıq bürcündən əlaqəli gəlmişdi. Bu qardiyanı da ona çox oxşuyur. Ondan əvvəlki gəldiyinə. Sonra Diggle o desen olarak Diggle gəlibdi. Diggle da süperdir. Yəni deseni azdır oyunda, ona görə də yaxşıdır. Həm də belə baxanda ucuz elmasa verir. Kofta da yaxşıdır. Həqiqətən dostlarım çox yaxşı oldu gəlməyi. İndi bilmirəm nə ağarımla. 32 elmas qalıb, ondan nə alırıq, nə alırıq. Buradan vursaq nəsə çıxar. Buradan vursaq qız paltardır. Buradan da çıxır. Bura bir dənə 9'luq vuraq, göğünə çıxır. Ya Allah. Çıx. Vay, çox yaxşı çıxır. Bir dənə də vurum. Ay, ne izləyirsən? Həqiqətən bəxtsizlikdir. Dostlar, indi məndə Skarnev olsun. Məndə delegasiya onu göstərim. Buradan bunu keçirəm. Skarnevos var. Bunu 3 səviyyə eləmək üçün 600 parça lazımdır. Ona görə onu yavaş-yavaş yığıb elmasları istəyirəm ora vuram. Ondan da əlavə Etçin də sezonu dəyişibdi. Bundan videodan sonra gedib Etç kasacağım. Kasımlara da uğurlar diləyirəm. Hamısı inşallah istədiyi mövqeyə çatar. Bir də ki Etçdə yəni yaxşı oynamaq üçün, yaxşı üstünlük əldə etmək üçün bu Evo edişimi də açacağım. Bunu da videoda açacağım. Yəni ki bu da mənim ilk Evo edişimim olacaqdı. Onu da
video da açacağım. 199 elması 7 günlük, bir həftəlik ev oyacım açacağım. MP40 da yaxşı desin. MP40 özünüz bilirsiniz də, yırtıcı kobra. Sonra Gion 8 də lazımdır çünki. Yəni həqiqətən çox lazımdır Gion 8. S10 dilində dolaşdı bir-birinə. Neyse dostlarım, videomuzun da belə sonuna gəldik. Eğer belə videoların davam gəlmək istəyirsə, kanala abone olup like atmanız kifayətdir. Dostlarım, 86 abunəyi inşallah 90 abunə olarıq. Ondan sonra 100 daha yüksəklərə gedərik. Sizin sayənizdə dostlarım. Sağ olun, salamat qalın.